Videoya keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. İspaniyalı ulduz futbolçu Marc Cucurella illərdir xarakterik buruq saçları ilə futbol dünyasının ən çox tanınan simalarından biridir. Azərbaycan TV xəbər verir ki, azarkeşlər Marc Cucurellanı meydanda qorxmaz, enerjili və emosional futbolçu kimi tanıyırlar. Lakin İspaniya millisinin müdafiəçisinin həyatının ən böyük mübarizəsi futbol meydanında deyil, ailəsi ilə bağlıdır. Meydandakı enerjisi, mübarizliyi və fərqli görünüşü ilə diqqət çəkən İspan müdafiəçi uzun müddət saçlarına görə tənqidlərin və zarafatların hədəfi olub. Lakin onun bu görünüşünün arxasında şəxsi seçimdən daha böyük və duyğusal bir səbəb dayanır. Cucurella bildirib ki, saçlarını məhz autizmli oğlu Mateo üçün uzadır. Futbolçu etiraf edib ki, onun üçün saçları sadəcə xarici görünüş məsələsi deyil, oğlu ilə arasında xüsusi bağ yaradan bir simvoldur. Mənim autizmli bir oğlum var, kaş heç pulum olmayaydı, amma oğlum sağlam olaydı. Saçlarımı ona görə uzadıram ki, o saçlarımı sevir. Həm də bir anlıq məni unutsa, məni tanıya bilsin. Azərbaycanda və dünyada olan ən son xəbərlərdən xəbərdar olmaq üçün Azərbaycan TV kanalına abunə ol və bəyən.